Azərbaycanda mən yaşayamıram axı qızlar. Azərbaycan nə qədər gözəl olsa da, nə qədər vətənimi sevsəm də, mən orada yaşayamıram. Çünki mənim uşaqlarım burada artıq kök salıb. Burada oxuyur, burada təhsil alır. Xarici dildədir. Orada gəlib nə oxuyacaq, nə eləyəcək, necə eləyəcək? Onlar üçün özdə yaşayabilməzlər, qala bilməzlər. Deniz gəlməz axı özdə. Deniz gəlməz. Denizi qoyub necə gəlim? Hədə mən bura bilirsiniz, Azərbaycan gözəldir. Çox gözəldir. Mən Azərbaycana gələndə bəziləri qınıyır ki, Arzu yenə sülənir, gezir, gedir. Mən orada gezdiyim sürəcdə burada onu eləmirəm. Niyə? Çünki burada elə bir həyat yoxdur. Burada robotlu rejimli həyatdır. Başa düşürsünüz? Ora gəlirəm, sırf istirahət edirəm. Gezirəm, şeylənirəm, keyf eləyirəm. Hə? Amma burada görürsə yenə rejimdəyəm. Səhər saat 6-ın yarısında mənim günüm başlayır. Axşam saat 9-a 10-a qədər rahat gedir. Bax görürsünüz, heç kim yoxdur. Eşitirsiniz bir köpək oğlunun sesini. Sakitçilik, indi giriblər evlərinin içinə, qalan olan işdədir. Olmayan şamını yandırıb, qəzetini tutub əlində oturub. Yağış yağır, çıxarlar, itini çıxardarlar bayra, indi biraz gezdirərlər, eləyərlər, belə.